İstəyirsənsə özündən heç nə içində gizlətməyəsən, gərək nəfsüvə güzəşt eləməyəsən. Deyəsən ki, ay nəfs, Allahın işi ancaq sənləndir, mənləndir ya. Bir gün Allahın huzurunda, bax mən sizə deyirəm, qiyamət günü biz Allahın huzurunda dayananda, birinci bizə bir üstünə hiss gələcək. Sən demə Allahın işi gücü bir dənə mənəmmiş, başqa heç bir bəndəsi yoxmuş, elə bil. Elə bil Allah bütün günü, bütün an mənlə məşğul imiş. Bax bu hissi biz hər birimiz tək-təklikdə görəcəyik, hiss eləyəcəyik. Orada niyə gözü belə qırpdın? Orada niyə belə işarə yox? Sən demə başqa bəndəsi yoxmuş. Belə iş mənlən imiş. Dünyada biz belə görmürük. İki nəfər bir-birindən dalaşır ailədə, ata nəsihət eləyəndə övladları. Deyir, onu görmürsən, bu deyir, onu görmürsən. Hamımız qarşı tərəfin hərəkətlərini misal çəkirik. Amma bu adamlar belə olmur. Deyir ki, oyuna mənim nə işim var? Allahın onunla işi yoxdur, işi mənləndir. İşi mənləndir. İşdə də elədir, dostla rəftarda elədir, hamı ilə rəftarda belədir.